danışmaq çox çətindir. Özdə elə bir qardaş. O çox yaxşı qardaş olub. Yəni ən birinci hər şey qardaşlıqdan başlayır da. Yəni bizim aramızda elə bağlar olub ki, bu dünyada məni ondan yaxşı başa düşən ikinci bir adam olmayıb. Körpəliyimiz bir yerdə olub. Körpəlikdən ta bu vaxta qədər bir yerdə olmuşuq. O çox yaxşı insan idi. Bir insan yaxşı insandırsa, o heç vaxt ya pis həkim ola bilməz, ya hansısa pis bir əməl törədə bilməz. Yaxşı insanların həmişə ölümü də faydalı olur. Mənim qardaşım kimlərisə başqa adamların zərər görməməsi üçün özünü fəda eləmiş bir adamdır. Hansı ki, o orada olmaya da bilərdi. Vasif doktor ən birinci insanları insanlığı ilə müalicə elədi. Və müalicəsi onun birinci öz insanlığı ilə olub. O insanlara münasibəti ilə müalicə eləyib. Yəni onun yanına gedən, onunla ünsiyyətdə olan insanlar hamısı deyib ki, onun insanlığına, onu görəndən sonra biz sağalmışıq, ruhlanmışıq. Həkimlər Allahın yerə göndərdiyi mələklərdir, insanları qoruyucu mələklərdir. Allah rəhmət eləsin, ruhu şad olsun.